Artfilmdə bir ilim tamam olur və bu mənim üçün həqiqətən də çox özəl bir gündür. Yəni bəlkə də adi gələ bilər, yəni bəlkə də sıradan gələ bilər, amma mənə görə çox özəl və xüsusi gündür. Ona görə də istərdim ki, təlim açım və bu bir il Artfilmin mənim həyatımda bir ildə nələri dəyişdirdiyini, yəni yeni nələr gətirdiyini, mənim düşüncələrimi, ruhumu, həyatımı, maddi və mənəvi həyatımı necə dəyişdirdiyini sizlərlə bölüşmək istəyirəm inşallah. Hazırsınızsa artıq 56-57 maşallah artır. Okay. Mən indi ekran görüntüsü paylaşacağım və paylaşılanda çox xahiş edirəm mənə deyəsiniz ki, görünürmü sizdə yoxsa yox? Yaxşı. Ki, paylaşaq. Share screen. Görünür nəsə? Görə bilirsiniz ekranı? Yoxdur Zeynəb, hələ keçin. Gördünüz indi? İndi Evet, başlayır ekran. Gördünüz? Başlamadı. Aha, Görünür. Əla. Səsləri bağlayın, çox xahiş, mən bir dəfə girməyim. Hər kəs görürsə, o zaman deməli, bir daha özümü təqdim edeyim. Mən Əliyeva Zeynəb. Görüntüm görünür qızlar, öz görüntüm, yoxsa yox? Görünür, narahat olma. Mən Əliyeva Zeynəb. Əslində 15% menecerəm. Orada 18 yazılsa da bir çoxları təbrik eləyirdi ki, təbrik eləyirəm, xəbərim olmayıb da, hətta özünü günahkar edənlər belə oldu ki, Zeynəb bağışla, mən görməmişəm 18-ni falan. Əslində 15% menecerəm. 18-i yazmışıq. 18-i bildiyiniz kimi, yəni bizim komandanın adı Secretdir və Secret Team, Secret filmindən götürüldüyü üçün orada bilirsiniz ki, kainata mesaj ötürmə var. Və 18% yazmağımızın da səbəbi odur ki, biz kainata bir mesaj ötürmüş olaq ki, inşallah ki, neçə ayda 15-deyim, inşallah ki, bu kataloq 18-ini açaram. Yəni buna görə idi əslində 18% orada yazılması. Mən tələbəyəm, bu il 21 yaşım olacaq inşallah noyabrda. Subayam, bunu da qeyd edim. 3-cü kurs tələbəsiyəm, Dillər Universitetində müəllimlik ixtisası üzrə təhsil alıram, ingilis dil müəllimiyəm. Və deməli, Artfilmdə dediyim kimi, bilmirəm, yenilər yəqin ki, gəldi. Bir il müddətində nələr qazandım, nələr əldə etdim. Buradan mən düzəldim. Nələr əldə etdim. 3-cü, 4-cü gün çıxmışdı. Səsləri bağlayın, zəhmət olmasa. Ha, yadımda deyil. Xahiş edirəm, səsləri bağlayın, mən bağlayın. Ha, bu sənə... Aha. Deməli, bu gördüyünüz şəkli mən ilk dəfə olaraq şirkətə gedəndə onda çəkdirmişdim və o qədər təsəvvür edin ki, o ilk dəfə şirkətə gedəndə mən o qədər gözəl hisslər, o qədər belə xoş bir həyəcan keçirdim ki, mən şirkəti görəcəm, çox gözəl, İçəri şəhərdə yerləşir, Bakıda yerləşir şirkət, çox gözəl idi və o qədər, yəni hər yeri yamyaşıl, yaşıllıq da bilirsiniz də əslində insanın ruhunu dincəldən bir rəngdir. Və gözəl bir təəssürat yaratmışdı məndə və bu şəkli ilk dəfə o vaxt çəkmişəm və Artfilm şirkətlə tanışlığım bu belə bir şəkildə çəkmişdim və indi mən sizə danışmaq istəyirəm, mən necə Artfilmə gəldim, mən necə oldu ki, yəni məni kim dəvət elədi. Mənim dəvət edən sponsorum mənim Aytacımdır. Aytac buradadır yəqin ki. Və mən əslində bəziləri kimi yox deyənlər, hansı ki, mənlik deyil, vaxtım yoxdur, yəni mənlik deyil, ay satış var burada, mən almayacağım. Hər bağlayında çox xahiş edirəm, inanın fikrimi tutmayın. Screen. Görürsünüz ekranı. Ekran görünür. Görünür, görünür. Chat bölməsini bu saat oxuya bilmirəm, ona görə.
Deməli, mənə ilk dəfə təklif edən Aytacın, deməli, səhv etmirəmsə əmisi qızı idi, Aysel Əskərova, hansı ki, hal-hazırda direktordur. Yəqin o da məni buradan izləyir. İlk dəfə o mənə təklif etmişdi və o təklif edəndə mənim cəmi, yəni ikinci kursdaydım, səhv etmirəmsə, ikinci kursdaydım və dekabr ayı idi, əgər səhv etmirəmsə. Və mən qəbul etmədim. Mənlik deyil, yox, başa düşmədim. Ailəm də narazı oldu demək olar. Çünki mən başa düşməmişdim. Bilirsiniz, insan özü bir şeyi anlamayanda ailəsinə də anlada bilmir. Yəni, bəziləri deyir, yoldaşım qoymur, ailəm qoymur və yaxud da atam qoymur, anam qoymur. Demək, siz işi yaxşı başa düşməmişsiniz ki, siz işi normal, düzgün şəkildə olaraq izah edə bilmirsiniz ki, onlar da sizə icazə vermiş olsun. Nəysə, ailəm qoymadı, mən də başımı buraxdım. Təxminən həmin hadisədən hardasa 4-5 gün sonra və mən 4-5 gün çox üzr istəyirəm, 4-5 ay sonra bir gün Aytac mənə gecə saat 11 idi və yazdı ki, bir təklif elədi. Dedi, Zeynəb, gəl sən də komandamda işlə. Dedim, yox, Aytac, mənlik deyil, vaxtım yoxdur mənim belə şeylərə. Yəni, mən müəllimlik oxuyuram falan, müəllimlik üzrə, ixtisasım üzrə işləyəcəm falan. Dedi, səni iş təklif etmirəm, gəl özünə qoşul al. Çox uzun danışdıq, Aytacla həqiqətən bəlkə bir saatdan falan çox danışdıq. Nəysə, axırda yola gətirdi məni, amma əslində yola gəlməyimin, düzdür, Aytac da yola gətirmişdi. Sadəcə dedi ki, özünə lazım olanları indirimli şəkildə alarsan, 20% indirimdən alarsan. Dedim, yaxşı onda. Onsuz ki, mən gedirəm, baha-baha alıram, elə buradan ən yaxşısı indirimli şəkildə alım. Amma sizə bir şey də demək istəyirəm ki, bura gəlməyimin digər bir səbəbi də vardı. Yəni, Aytaca əslində hə deməyimin digər bir səbəbi var idi. Bu nə səbəbi idi? Deməli, mən həmin günü yuxuda, mən həmin günü yuxuda çox gözəl bir yuxu görmüşdüm. Və görmüşdüm ki, mən dəryanın içərisindəyəm. Bilirsiniz də, dərya böyük bir, dərin bir su, yəni çay, su kimi böyük bir yerdir. Və hər yer yamyaşıllıqdır. O qədər yaşıllıqdır ki, dəryanın üzərinə düşür bu yaşıllıq. Yəni, suda əks olunur da bu yaşıllıq. O qədər gözəldir yəni. Və həmin dəryanın içərisində çoxlu böyük balıqlar var. Və mən də suyun içərisindəyəm, o böyük balıqlardan belə tuturam, atıram, vedrənin içərisində tuturam, atıram böyük balıqlar. Çox gözəl yuxu idi. İnanın ki, hələ də yadıma gəlir, necə gözəl bir yuxu idi. Mən də gözəl yuxular görəndə, pis də, yaxşı da görəndə tez yuxudan dururam və yuxu yazmalara qaçıram Google-da. Və sən demə, yuxunun mənası bulmuş ki, sizə yeni bir iş təklifi gələcək və yaxud da siz zəngin olacaqsınız, siz varlı olacaqsınız. Yəni, belə bir sözdən yaxşı bir yuxu idi və balıq tutmaq da odur ki, yəni siz çoxlu pullar tutacaqsınız da, yəni varlı, dövlətli, imkanlı olacaqsınız. Səhərsi günü bunu yəni mən yozmuşdum yuxu yozmada və dedim, əşim mənə kimdir iş təklifi eləyən və yaxud əşim mən hardan zəngin olacam? Düzdür, əslində içimdə hər zaman varlı olmaq hissi olur. Evdəkilər də deyim ki, mən varlı olacam. Amma düşünürdüm ki, nə ilə varlı ola bilərəm? Məni nə varlı eləyə bilər? Və bu yuxunu boş verdim. Ki, yox, onsuz, yəni mən nə ilə zəngin olacam? Həmin vaxt mən uşaqlara dərs keçirdim, hazırlıq keçirdim ingilis dilindən. Yəni, deyirdim ki, onsuz bununla varlı olmaq qeyri-mümkündür. Sən nə qədər tələbən olmalıdır ki, sən çoxlu qazanasan və varlı olasan. Amma Aytac mənə deyəndə mən həmin anda düşündüm ki, aha, bu həmin yuxu əslində mesajdır. Bilirsiniz, yuxular daha çox gələcəkdən bizə xəbər verir və mən artıq ağlımda düşündüm ki, yuxum buna imiş. Yəni, bunun qarşıma çıxan fürsət imiş və mən ən çox yuxuma görə, səsləri alın zəhmət olmasa, ən çox yuxuma görə mən bura qoşuldum. Dedim, yəqin ki, bu yuxu mənə bir mesajdır. Və nə yaxşı ki də qoşuldum. İnanın, bu işə qoşulandan sonra mən o qədər peşman idim ki, nəyə peşman idim? Daha əvvəl qoşulmadım. 4-5 ay əvvəl qoşulmadım, peşman idim. Kimlər səsini? Bir saniyə. Aha, pauza ışığı. Görürsünüz skrini. Ekranı görürsünüz. Görürük Zeynəb. Görürsünüz.
Mən istəyirəm çıxım ekrandan. Amma çıxa bilmirəm. Bilmirəm necə çıxım. Yəqin ki, belədir. Hər neysə. Deməli, nəysə qoşuldum və Aytac mənə addım dərslərini başa saldı. Aytac mənə addım dərslərini başa saldı ki, Zeynəb ilk addımdan 100 bal toplasan, yəni ki, onda bizdə Eklat Matmazel ətiridir və bunu qazanacaqsan. Dedim, nə qəşəng, hədiyyələr atdınız, xanımlar hədiyyələri çox sevirik. Zeynep ses gelmir. Səs gəlmir. Eşidirsiniz? Mənə gəlir. Gəlir. Axşamın xeyir Zeynəb. Gəlir. Yəni rahat apar, əladır hər şey, superdir. Bir dənə xanımlar prosta səs alsaydılar. Mən Lap çıxdım əla ekran görüntüsündən. Biraz danışam, ekran görüntüsünə yenidən qayıdacağıq inşallah. Aha, əla. Deməli, və mən 100 balımı topladım. Amma ilk, belə deyim, qeydiyyat olan günündə, bilirsiniz, yəqin əvvəllər olanlar bilər ki, belə idi ki, məsələn, tez vurmalıydın da, tez vurmasan tez bitirdi. Təsəvvür edeyim. Mən ilk dəfə 112 ballıq sifarişim vardı, toplamışdım və bunu necə toplamışdım, bunu da sizə deyəcəm. Halbuki mən özümə almağa qoşulmuşdum, onu toplaya bilmişdim. Necə toplamışdım bunu, onu danışacağım. Aytac vurdu, Aytacı da təsəvvürsüz tələsdirirəm ki, Aytacı nə olar, tez vur, qutarmasın. Aytacı da yazıq neynəsin, bilmir özünkünü vursun, bilmir mənimkiləri vursun. Vurdu və 112 baldan cəmi 99 bal qaldı. Siz təsəvvür edin də mənim həmin anımı, 99 bal, 1 bal qalıb 100 bala getdim, qaça-qaça. Təsəvvür edin, necə həvəsdən yanaşıram. İndi bəziləri vurursunuz, atqaz edir məhsulunu və yaxud da görürsən 2 gün, 3 gün sonra gedir ödəyir. Mən təsəvvür vuran anındaca dedim qiymətli deyilən, qaça-qaça gedirəm, ödəyirəm, yağış yağır. Həmin gün çox yağış yağırdı. İndiyənə kimi yadımdadır, təsəvvür edin. Və dedim ki, Aytac 1 ballıq, 2 ballıq bir şey vur ki, mən 100-ümü tamamlayayım. Aytac da deyir ki, tələsmədən, narahat olma. Mən də bilmirəm axı, əslində 21 gün ərzində mən tamamlaya bilərəm. Yəni, beynimə qoymuşam ki, yox, həmin gün mənim 100 balım tamamlanmalıdır. Və Aytac vurdu, krem plan vurdu və 101 bal oldu. Məni qrupa əlavə elədilər. Çox mehriban qrup idi, çox gözəl qrup idi. Hər kəs qarşıladı filan. Atmışlar ki, qeydiyyatdan keçdi və 100 balını yerləşdirdi, addım dəstini qazandı. Nəysə, hamı təbrik filan o, bu. Belə. Sifarişi necə topladım? Qısa bu haqda danışım. Deməli, mən bildiyiniz kimi, yəni özümü almağa qoşulmuşdum və heç bir satış haqqında və ya biznes haqqında ümumiyyətlə belə fikirlərim yox idi ki, mən gəlim burada biznes qurum. Satış da heç deyirdim, satış mənlik deyil, mən hara satışara, bəziləri kimi. Və mən 100 balımı tamamlamaq üçün neynədim? Aytac da mənə, Aysellə Aytacı deyirdi ki, yəni evdəkilərə filandır, taktikalar öyrənirdim ki, necə edeyim mən bunu. Və ilk müştərim anam oldu. 30 manatlıq məndən alış-veriş eləmişdi, belə deyim. Amma mən ona kataloq qiymətinə satmışdım, baha satmışdım ki, mənə oradan 5 manat pul qalacaq. Deməmişdim ona ki, deyim, əşiməm əlavə gəlirim qalsın da. Sonradan artıq ailəmə öz qiymətinə verdim. Amma ilkin vaxtlarda kataloq qiymətinə verirdim, demirdim ki, mənə ucuz gəlir. Və belə-belə ilk müştərim anam oldu. Həqiqətən də əli anamı çox yüngüldü. Ondan sonra satışlarım getməyə başladı. Daima aldırdım, gəlinimizə aldırdım. Sonra hazırlıqda olan uşağımın valideyninə aldırdım. Yəni, bayağı bir satış etdim. Həmin kataloqda 128 balım oldu. Adımı da götürmüşdüm, amma 150-mi edə bilmədim. Hələ 150-dən hələ başım çıxmırdı ki, bu 150 nə olan məsələdir. Və növbəti məndən sonra da Aysel Rəsulova gəldi. Aysel buradasanmı? Aysel buradadır, görürəm onu. Aysel Rəsul hal-hazırda 12% menecerimdir mənim. Çox aktivdə menecerlərimdəndir həqiqətən. Aysel Mən buradayım. Xoş gördük. Deməli, Aysel məndən sonra qoşulandı. Yəni, mən və Aysel məndən sonra qoşuldum. Mən də faizlərdən falan başım çıxmır. Eyni vaxtda qoşulmuşuq. Sadəcə Aysel məhsulunu gec vurdu, səhv etmirəmsə. 50 ballıq ilk dəfə səhv etmirəmsə yerləşdirdim. Amma o da 100 Həyəcanı ilə. dəfə yadımda deyilsən.
Hə, deməli onu eləyəndən sonra bir də gördüm, Aytac mı ya Aysel mi yadımda deyil. Chatda oxuyacağam sonra. Oy da 53 53 mesaj varsa chatda. Hə, deməli Aysel ya Aytac atdı qrupa ki, Zeynəb təbrik edirik 3% olmusan. Oy da 3% nə deməkdir? Mən baxıram deyirəm mən nətər 3% oldum? Mən nə etdim ki burada? Deyir səndən sonra qız gəldi, o 50 vurdu, səndə də 100 falan və sən 3% oldun. Və həmin 3% olan andan sonra sən dedin Aysel, hə. Həmin 3% olan andan sonra mən artıq çox həvəsləndim. Həmin gündən sonra mən artıq başladım biznes tərəfini öyrənməyə ki, bu faiz nə məsələdir. Yəni maraqlanmağa başladım. Özdə məni hamı təbrik eləyirdi, hamı məni Kəmalə xanım xüsusilə. Mən sonra Kəmalə xanıma özüm yazmışdım ki, nəyəsə görə yazmışdım, yadımda deyil. Gəlsən kontaktda yazmaya görə yazmışdım və Kəmalə xanım dedi ki, hə, əlbəttə özü çox mehriban danışdı məndən. Çox sevdim onu. Və sonradan Kəmalə xanımla daha belə yaxın olduq və bu arada ondan biz ruh əkizliyi eyni gündə doğulmuşuq. Belə və təbriklər falan qrupda çox aktiv oldum. Həqiqətən gələn gündən mən qrupda çox aktiv idim və hansı ki bu çox vacibdir. Mənə maraqlı gəlirdi. Başlayırdım səslər atırdım. 2 dəqiqə, 3 dəqiqə. Kəmalə xanım özü şokdaydı ki, yəni deyir, mənim ya atdığım səslərə qulaq asırdı, deyirdi ki, mən yəni bunları aylar deyirəm, yəni ki, qızlar bunu başa düşmür. Amma sən deyir, yeni gəlmirsən, sən mənim dediklərimi burada deyirsən. O qədər həvəsliydim, yəni hər şeyi öyrətməyə çalışırdım səsləri bağlayaq. Yəni ilk gündən özümü aktiv göstərdim və aktivlik çox vacibdir. Bunu yəni qruplarda aktivlik, chatlarda, təlimlərdə fərq yoxdur. Aktivlik çox vacibdir həqiqətən. Ona görə çalışın aktivliyinizi qoruyun. Yəni mənə bu saat uğur gətirən ən böyük şey aktivlikdir. Okay, bu belə. İndi gəlin keçək dərəcədən sonra, yəni 3%-dən sonra nə baş verdi? Gəlin ekranımdan paylaşın. Ümid edirəm ki 40 dəqiqəyə sığdıra biləcəm. Sığdıra bilməsəm məcburam açım yenisini. Bir saniyə. Share screen. Tak. Aha, gəlir mi ekran? Gəldi mi ekran? Görünür? Gəldi. Əla, super. Aha, keçdi bizim deməli. Növbəti. Bunlar mənim deməli ilk məhsullarımdır. Baxın, bu 99 ballıq da səhv etmirəmsə. Ya 99 da ya 102-dir, 102 ballıqdır, üzr istəyirəm. Burada yarı xalamı aldırmışdım, yarım mamamı aldırmışdım dayıma. Hərəsinə bir şey aldırmışdım, yarısı da özümə. Bu mənim ilk məhsullarımdır. Ona görə mənim üçün çox əzizdir həqiqətən bu şəkil. Və gəldik 3%. Baxın, mənim 3% olan görünür də yəqin ki, ümid edirəm. Görünməsə deyin çox xahiş. Səsli açıb deyin ki, çatı görmürəm bu saat. Deməli, bu mənim 3%li olan vaxtımdır və birinci kataloqda yox, mən elə 7 nömrəli kataloqda qoşulmuşdum, yəni hal-hazırki kataloqda. İlk kataloqda yox, 8-ci kataloqda artıq mən 150-mi tamam elədim. Baxın, görürsünüz, bu mənim endirimimdir. 8 manat 21 qəpik. Bu mənim ilk endirimimdir, yəni ilk maaşımdır deyim. Həqiqətən inanın, bu düzdür, əslində əvvəl 6 idi, sonra artdı 7, sonra gəldi 8 qəpik. 8 manat 8 qəpik, sonra 8 manat 21 qəpik götürdüm. Və inansız bunu görəndə o qədər sevinçliydim. Ay Allah, mənim maaşım, mənim ilk maaşım. Təsəvvür edin ki, evdə gülə-gülə deyirdim, baxın mənim maaşıma. Hamı da gülürdü ki, sən 8 manat alırsan. Dedim, hə, yəni mənə gülünc gəlmirdi. Bəziləri bilirsiniz, bəzən deyirlər ki, 8 manat, 4 manat, 5 manat. Yəni gülünc gəlir onlar, amma düşünmürlər ki, hər şey kiçik bir yerdən başlayır. Yəni bu biznesdir. Siz biznesdə birdən-birə gəlib böyük pullar əldə edə bilməzsiniz. Bu mümkünsüz bir şeydir. Bunu yadda saxlayın. Biznes xırda-xırda başlayır. Kiçik-kiçik addımlarla. Bu da mənim ilk maaşım. Sonra biraz aşağı maaş götürmüşdüm. 3 manat 80 ya 4 manat götürmüşdüm. Onda biraz bölünmə olmuşdu ona görə. Aysel də daha sonra 3% oldu və başladıq. Aysellə də sonradan tanış olduq. Başladıq birlikdə işləməyə. Mən bir ya iki kataloq, deyəsəm bir kataloq qaldım və keçdim 6%-ə. Bir kataloqa mən 2 dərəcə açmışam. 8 ya 9-cu kataloqda mən artıq 6% və ardıca da 9%-mi açdım. 6%-də baxın bu endirimimi götürmüşdüm. 19 manat 48 qəpik götürmüşdüm mən 6% olanda.
və 9%-də isə artıq 9% olanda mən inanın mənim sevincimin həddi hüdudu yox idi. Evdə qaça-qaça deyirdim ki, mən 9% olmuşam. Babama deyirdim mən 9 olmuşam. Hamıya dayan bir sözlə. Onlar da başa düşmürdülər. Yəni boşu-boşuna təbrik edirdilər, amma başa düşmürdülər. Amma inanmırdılar. Onu da deyim ki, bayaq unutdum deməyə. Yəni mən ikinci dəfə bura qoşulanda ailəmə demədim, heç kəsə demədim və razılaşdım, qoşuldum və bir də onda dedim ki, mən Artlemə qoşulmuşam, buradan alacağam, siz də mən bura yönləndirəcəm, buradan alacaqsınız. Hamı gülüşdü, mənə alverçi dedilər, sənin biznes, səndən biznes quran olar falan belə dedilər. Bilirsiniz də, hər kəsin ailəsində olduğu kimi bizdə də elə dedilər. Amma mən təbii ki, heç kəsə fikir vermədim, heç kəsin negativliyini beynimə salmadım. Ay da gör, ailəm mənə nə dedi, mənə heç kim dəstək olmur. Bəziləri deyir, mənə heç kim dəstək olmur. Mənə heç kim dəstək olmadı özümdən başqa. Yəni demirəm, heç dəstək olmadılar. Alırdılar, eləyirdilər, amma almaq tək dəstək o deyil təbii ki. Yəni insan ən böyük dəstəyi o motivasiya vermək, onu həvəsləndirməkdir. Nəsə bunu etmədilər, canları sağ olsun, eybi yoxdur. Və mən 9%-i açanda çox sevincli idim və mənim 9%-də ilk maaşım 51 manat 95 qəpik oldu. Görünür də yəqin ki, ümid edirəm görünür. Görünürmü maaş? Səs açıb deyə bilərsiniz biriniz. Uzaqdan Görünür. görünür Zeynəb. Görünür. Yəni istəyirəm görəsiniz, belə də laf. Öydə də bilər. Okay. İlk maaşım 51 manat 95 qəpik idi. Bir də bunu da deyim ki, bəzən olur 9%-də 35-40 arasında götürürsünüz. Bunu da qeyd edeyim ki, bu ikinci qolla əlaqədardır. Mən ikinci qolumu çox tez açmışam. İkinci qolumun ilk qızı Aysel Əskərovanın bacısı Könül, üzr istəyirəm, Ülviyə Həşimovadır, hal-hazırda 12%-dir. Sonra Könüldür. Yəni o da yəqin ki, buradadır. Könül Məmmədova. Deməli, ikinci qolumu açdığım üçün və orada adam çox olduğu üçün mən yüksək maaş götürdüm. Yəni, əgər siz 9%-sizsə, ikinci qolunuz və ya biraz yüksək edirsə, siz artıq 48, 49, 50, 55, 56-ya qədər götürürsünüz maaşı. Onu da qeyd edeyim. 35-40 götürmürsünüz. Və mən 51 manat 95 qəpik, sonra 54 manat 85 qəpik. Bu növbəti kataloqlardır. Baxın, şəkillər də özdə fərqlidir. Sonra 55 manat 75 qəpik, sonra 56-da götürdüyüm olubdur, 48-də götürdüyüm olubdur. Ümumiyyətlə, 9%-də mən çox qaldım. Yəni, 9%-dən sonra 12%-ni çox gec açmışam. Ona görə, məsələn, 37-də götürmüşəm, 48-də, 45-də, 49-da, belə. Və mən artıq ikinci, yəni qoşulduğum yox, növbəti kataloqda 150 balımı tamam etməyə başladım. Mənə sadəcə sponsorum deyir ki, 150 bal vacibdir. Mən daha soruşmurdum ki, ayda bunu necə tamamlayayım, bunu necə edeyim və yaxud da bunu etməsəm olar, bunu demirdim. İnanın mənə ki, həqiqətən sadəcə deyirdim ki, mən 150-mi tamamlamalıyam və buna cəhd etməyə çalışırdım. Düzdür, baxın, burada görsə 150 bal tamam deyil, amma necə maaş götürmüşəm? Mən 2 nəfəri həmin vaxtı dəvət elədim. Həmin 2 nəfər 100-100 balını vurdular və mən şəxsi dəvətdən söhbət gedir və mən maaşı götürdüm. Yəni, onda 150-mi tamam edə bilməyəndə 2 nəfər dəvət edirəm. Yəni, hansı yolla olursa olsun maaş götürməyə çalışırdım. Çünki bilirsiniz, bu az da olsa, çox da olsa insanı motivasiya edir. Və belə, statuslarımı da paylaşırdım, siz də mütləq uğurlarınızı, statuslarınızı da paylaşın, çünki bu vacibdir. Yəni, mən bunları paylaşanda mənə deyirdilər ki, ay, sən 50 manat götürürsən, sən hər ay götürürsən bunu, nə bilim, yəni çox negativ şeylər deyirdilər. Deyirəm, bəli, mən bunu hər ay olmasını, yəni 21 gündən bir götürürəm, hətta bu arta da bilir və artacaq da. Yəni, o qədər inanmırdılar mənə, amma mən sizə dedim ki, gözləyin, sizə sübut edəcəm hər şeyi və 9%-imi açmışdım mən hardasa avqust idi, səhv etmirəmsə, iyul ya avqust ayı idi, əgər mən səhv etmirəmsə və iyul-avqust ayında açanda çox qaldım 9%-də. Səbəbini də izah edəcəm, mən niyə 9%-də çox qaldım, mənim əslində səhvim nə idi? Bilirsiniz, siz əgər bir dərəcədə çox qalırsınızsa, siz əgər bir dərəcədə çox qalırsınızsa, demək hələ ki nədəsə axsayırsınız, hələ ki nədəsə yeni dərəcəni açmaq üçün hələ o potensialda deyilsiniz, nələrsə yenidən öyrənməlisiniz. Və mən bir ay, 2 ay 9%-də qalandan sonra oturdum öz-özümə düşündüm ki, mən niyə axı 12-ni aça bilmirəm? Və mən anladım ki, mən nədəsə axsayıram,
dəvətlərindən də bağlı danışacağım ki, mən necə dəvətlər edirdim. Və bilirdim ki, mən nədəsə axsayıram, öyrənmək lazımdır. Amma necə öyrənim? İlk 3 ay məndə dəvətlər alınmırdı, əzizlərim. Və 1-2 nəfər dəvət etmişdim, yaxınım idi. Onlar da istəmədilər yeri gələndə. Və kimə deyirdim, yox deyirdi. Kimə deyirdim, yox deyirdi. Hətta sponsoruma belə şikayət eləmişdim bəziləri kimi. Onlar da deyirlər, belə elə, belə elə. Nəysə, mən artıq başladım statuslarımı aktivləşdirməyə və statusları aktivləşdirəndən sonra artıq gördüm ki, insanlar özləri mənə yazır. Təbii ki, hamı yox, bir qismi yazırdı. Könül mənə yazdı, burada da özüm. İkinci qoluma mən qoşdum, sonra gətirdi bacısını, bacısı tanışını. İkinci qolunda ümumiyyətlə bir-iki nəfər gətirəndə özləri də hərə gətirdikcə bir nəfər, iki nəfər gətirir. Ona görə ikinci qolum tez böyüdü. Və belə-belə artıq avqustdan etibarən məndə dəvətlər alınmağa başladı və mən həvəsləndim. Amma yenə 9-da qalırdım. Niyə? Səhvim bu idi ki, mən komanda ilə işləmirdim. Mən yalnız özümlə işləyirdim. Komandanı işləmirdim və düşünürdüm ki, yəni, dəvətlər gətirmişəm, axı biz gətirdiyimiz dəvətlərlə də işləməliyik, qızlarımızın dəvətlərlə də işləməliyik. Yəni, bu çox vacibdir. Ona görə də mən başladım artıq təlimlərə qoşulmağa. İlk təlimə qoşulanda Rəqsanə xanımla kimin təlimi idi? Kəmalə Həşimin təlimi idi. Instagramdaydı və mən təsəvvürsüz belə oturmuşdum, baxırdım. Baxıram. Bunlar səyahətlərdən danışırlar, getdiyi səyahətlərdən. Deyirəm, ay Allah, bunlar nədən danışır? Bunlar nətər gediblər səyahətə? Baxıram, inan heç nə başa düşmürəm. Amma dedim, baxacam. Baxdım axıra qədər yay ayları idi, oturmuşam həyətdə özüm üçün çay içə-içə baxıram, amma hələ heç nə başa düşmürəm. Bir neçə dəfə təlimlərə baxandan sonra artıq nələrsə anlamağa başladım və mənə təlimlər maraqlı gəldi. Başladım təlimlərə baxmağa, artıq 10 dəqiqəmiz qalıb, Allah kahretsin. Yox, açarıq yerdə. Və mən başladım təlimlərə baxmağa, ondan sonra yavaş-yavaş mən öyrəndim, dəvətlərlə işləməyi öyrəndim, mən öyrəndim komanda ilə işləməyi, necə dəvət gətirmək olar, hansı ideyalar, başladım ideyalar düşünməyə. Hər düşündükcə də mən bunu Kəmalə xanımla bölüşürdüm. Çoxlu ideyalarım olurdu, inanın ki, bu da çox vacibdir. Çalışın, məsələn, yeni necə insanlar dəvət edə bilərsiniz, bununla bağlı ideyalar düşünün, çünki bu çox vacibdir. Və mən təlimlərə baxmağıma rəğmən oktyabr ayında çox pis bir şey oldu. Müharibə oldu, bilirsiniz. Və yəni mən müharibə dövründə ümumiyyətlə çox işləmədim. Müəyyən səbəblərə görə açıqlamaq istəmirəm. Müəyyən səbəblərə görə mən çox işləmədim. Tamamilə iç dərslərimi belə oxumurdum və mən nə oldu? Təbii ki, əgər biz aktiv işləməzsək, biz düşərik. Və mən 9%-dən düşdüm 6%-ə. Bu mənim üçün çox dəhşətli bir şey idi. Çünki 9%-dən 6%-ə düşmək, yəni mən bir qədər ruhdan düşdüm. Çox düşmədim amma. Bir qədər düşdüm və yəni bunu Nübar xanımla 222 balla mən kəsildim 9%-dən. Və mən onda təsəvvür edin ki, Kəmalə xanımın bir söz var, hər zaman deyir ki, düşüşlər vacibdir. Çünki təsəvvür edin, düşüşlərə görə, yəni o düşüş olmasaydı, mən bəlkə də beynimə danq etməyəcəkdi ki, komanda ilə işləmək lazımdır, daha aktiv olmaq lazımdır. Sən çox pasivsən, öz-özümü çox tənqid edən biriyəm və düşəndən sonra 6-ya çox tənqid elədim və daha çox nələrsə öyrənməyə çalışdım ki, mən qalxmalıyam 9-a, bu belə ola bilməz. Və təsəvvür edin ki, yenidən özümü toparladım. 6%-ə düşsəm də mən ruhdan düşmədim. Kiçicik ruh düşkünlüyü oldu. O da bilirsiniz necədir? Bir günlük falan, yəni çox az da. Yəni insanlar var ki, aylarla ruh düşkünlüyündə olur. Məndə bir günlük, bəlkə daha az. Bu xətti kim çəkdi? Ərdəyin də zəhmət olmasa. Hə. Və mən fikrim dağıldı. 9%-ə qalxdım yenidən. Təsəvvür edin, bir ayın ərzində 6%-dən 9-a da qalxdım. Təsdiqlədim 9-umu yenidən və eyni zamanda xət çəkməyin də zəhmət olmasa, ekranla oynamayın, xətlər çəkirsiniz kimsə orada. Eləməyin, xahiş edirəm. Və mən xətlər çəkməyin və mən başladım. 12%-imi açdım. Təsəvvür edin, bir ay ərzində 6%-dən 12%-ə belə atlandım, belə deyim.
Bu da niyə oldu? Artıq komanda ilə işləməyi öyrənmişdim. Artıq öyrənmişdim mən necə deyərlər, dəvətlərlə işləmək, dəvətlər necə etmək lazımdır. Təsəvvür edin ki, hər gün qeydiyyatlarım olurdu. Mən hər gün qeydiyyatlar eləyirdim. Hətta bəzən yəni mən qeydiyyat etməyi çox tez öyrənmişəm. O da çox dəvətlər etdiyimə görə Aysel mənə öyrətmişdi bunu. Ekrana dəyməyin də çox xahiş eləyirəm. Yazırsınız orada. Hə. Dəvətlər etdiyim üçün mənə Aysel öyrətmişdi qeydiyyatları və mən başladım qeydiyyatlar etməyə özüm edirdim. Hər gün demək olar qeydiyyatlarım olurdu. Amma problem vardı. Nə problem var idi? O problem var idi ki, mən yəni qeydiyyatlarımla işləmirdim. Yəni qeydiyyat eləyirdim və sadəcə oradaca qalırdı. Eraserini götürək və bunları buradan silək. Kimsə əlini qoyub. Olmaz. Okay. Hə, belə. Və mən qalxdım 12% menecer oldum. Dekabrın 17-si səhv etmirəmsə əgər dekabr idi. Dedim mute eləyək, biz səsləri mute edə bilmirəm buradan. Kimdə səs açıqda çox xahiş edirəm, bağlayın səsləri, əlavə səslər gəlir, fikrim çox dağılır həqiqətən. Deməli, 12% menecerliyimi də, 12% menecerliyimi açanda və mən komandanı idarəni öyrəndim. Komandanı idarə etməyi öyrəndim. Necə ki, menecer sözünün mənası idarə edən deməkdir. Çünki manage sözündən götürülüb ingilis sözüdür. İdarə etmək, manager idarə edən deməkdir. Və həqiqətən də insan 12%-ə komanda idarə etməyi öyrənir. Hansı ki, bu çox vacibdir. Yəni, biz komanda idarə etməyi öyrənməsək, biz yüksələ bilmərik. Və mən 12%-li menecerliyimi açanda, səsləri bağlayın zəhmət olmasa. Və mən 12%-li menecerliyimi açanda, baxın, belə bir sancaq gəldi. Görürsünüz bu sancağı? Belə görün. Ay, yox. Şəkil. Görə bilirsiniz yəqin ki, belə bir balaca sancaq gəldi, təəssüf ki, əlimdə yoxdur hal-hazırda. Və çox gözəl idi, yamyaşıl idi. O qədər sevinmişdim mən o sancağı görəndə, özə bilmirdim. Mən sonradan öyrəndim ki, sən demə 12% menecerliyin sancağı var imiş və məndə ilk 12% maaşı 82 manat oldu. Sonradan qrup balı qalxdıqca, səsləri bağlayın. Qrup balı qalxdıqca məndə artıq çıxdı 101 manata. Təsəvvür edin ki, 12%-i 101 manat almaq, halbuki 60-80 arası olur. Və mən 101 manat maaşımı da buradan götürdüm. Həqiqətən mənim üçün 12% çox uğurlu olmuşdu, amma mən 12%-də qalmadım. Yəni, bir kataloq 12-ni açdımsa, yanvar ayında mən 15-i açdım. İndi mən chat bölməsini oxumaq istəyirəm. Cəmi 4 dəqiqəmiz qalıb. Mən yəqin yenidən atacağım linki. Chat bölməsini açaq. Bir saniyə. Stop share. Okay. Mute edək hər kəsi. Chat bölməsini oxuyum ki, sonra görüm nə suallarınız var. Suallarınız varsa verin ki, növbətini açacağıq. Axşam sözünü uğurlar. Çox sağ olun, sadəcə telefon səsi gəlir. Axşamınız xeyir. ELA 150 BB ilə başlayıb kataloq. Yox, 150 ilə başlamamışdım, 128-ə başlamışdım. Axşamınız xeyir. Mən yazmışam, sekret etmişəm. Bu arada, bəli, sekret kitabı da budur. Bunu mütləq əldə eləyin. Ali Benino'dan almışam bu. Bilirsiniz də, komandamızın adını daşıyır, sekret. Kainatın sirri deməkdir. İnşallah onunla da bağlı danışacağım. Chat bölməsini oxuyaq. Ən sonda mikrofonu vurun, okey. Şirkəti görəndə həyəcanlı mənə səs atması. Hə, Aysel, hə, o yadıma düşdü. Baxın, çox şey əslində, çox şey var. Sığışdıra bilmirəm. İnanın ki, şirkət o qədər gözəllidir ki, mən Ayselimə səs atmışdım. Aysel səsimi aparatın qrupa atmışdı ki, baxın, görün necə sevinir. O qədər gözəl idi. Ay, hə, tapmırdım şirkəti. Ondan soruşurdum ki, Aysel, tapdım mən nəhayət şirkəti. Okey, bəli. Tak. Mən Aytaca dedim ki, o qıza yaz, əl çəkmə. Bəli, əslində Ayselin dəvətlisi mən sayıram. Çünki Aysel Aytaca demişdi ki, o qız bacarıqlıdır, potensialdır, ondan əl çəkmə. O yuxunu indiyə kimi xatırlayıram, elə bil özüm görmüşəm. Mən hər dəfə deyirəm, Aysel ilk təklif edəndə qoşulardım. Hə, mən də.
Eyni şey. Aysel ile sen eyni vaxtda yazdırdığımız ilk rekrutum idi. Bütün gün ikimiz yazırdıq. Hə, düzdür. Nə gözəl danışırsan ay bacı. Çox sağ olun canım mənim. Gözəl gününüz olsun inşallah. 4 manat 83 qəpikdən başlamışam. İndi 400 plus Aysel Əsgərova. Bəli, inşallah məndə düzdür, məndə ilk dəfə 8 manat idi dediyim kimi. İnşallah mən də elə 500-dən başlayacağam. Və bir dəqiqəmiz qalıb artıq. İnsanın ən böyük dəstək. Bilmədim. Ən böyük dəstək. Məndə də eləyimdir. Hər görən soruşur ki, nə vaxt 22% olursan. Məndən də soruşurlar ki, sən nə vaxt 18% olursan. O bilsiz şeyə oxşadı. O nə vaxt tərpənirsən sözünə oxşadı. Nə vaxt tərpənirsən? Nə vaxt tərpənib 18% olursan? Məndə 50 idi. 9%-də hamı çox qalır. Menecerliyə hazırlıq dövrü. Hə, nədənsə 9%-də doğrudan mən fikir vermişəm. Mənim bir çox qızlarım da 9%-də çox qalıblar. Onu bax çox düz dedim hazırlıq. Mənə deyirlər ki, bir dəqiqəmiz qalıb işləyə bilməyəcəksən, bacarmayacaqsan, mənə təsir edirdi. Mən Instagramda səhvlər reklam yerləşdirə bilmirəm. Miyənin ilk nə yaza bilərəm, cəlb etsin. Bu Instagramla dedim kənar suallar verməyi çox xahiş edirəm. Gəlinlik evini görüb şirkəti tapmırdı. Hə, gəlinlik evi var da şirkətin yanında. Mən tapa bilmirdim. Baxırdım hardadır. Mən 15% menecerəm. Əla. Siz çox sevirəm. Süpersiniz. Çox sağ olun. Süper gününüz olsun. Deyirəm səslər. Zeyno, komandanı işləməyə nə ilə başladın? Yəni ilk nə etdim? Komandayla başladım maraqlanmağa, onların problemləri, onlar nədə çətinlik çəkirlər və ən sonra da aksiya qoydum, hədiyyə aksiyası qoydum. Ondan sonra part-apart başladılar, hamı dərəcə açdı. Hədiyyə aksiyasından sonra 33 dənə qızım təsəvvür edin ki, dərəcə açmışdı. Yuxarı baxaq. Bacardıqca oxuyuram qızlar, nə qalırsa, məndə səs